Şamaxıda rəsədxanadayıq. 1 iyun Beynəlxalq Uşaqlar Müdafiəsi günündən bağlı yığışmışıq. Kəmalə xanımın könülləri buradadır. Elmlər Akademiyasının işçiləri buradadır. Hər birinə çox təşəkkür edirik. Rəsədxana deməli asılı iqliminə görə sayılıb seçilən yerlərdən birində yerləşir. Burada il ərzində 200-dən çox deməli daha aydın gecələr keçir. Ona görə də güzgüsünün diametri 2 metr teleskopun burada quraşdırılmasına deməli qərar veriblər. Bildiyimiz kimi 1 iyun Beynəlxalq Uşaqlar Müdafiə Günüdür. Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Mesanat Xeyriyyə Cəmiyyəti ilə birgə Azərbaycan Uşaqları İctimai Birliyinin uşaqlarını gəzmək, səyahət və gələcək üçün bir qatqımız olması məqsədi ilə Şamaxı Astrofizika Rəsədxanasına gətirmişik.